Bir dənə mənim videomu götürüb paylaşıblar bir yerdə. Təsadüfən bir videonun altında bir şərh gördüm. Biri yazıb ki, bu qardaşın fəhlə təfəkkürü məni öldürüb. Volkswagen-dən danışıram. Deyir ki, bunun fəhlə təfəkkürü məni öldürür. İlk öncə fəhlə olmaq pis şey deyil. Buradan bütün öz əməyi ilə halal qazanan kişilərə salam olsun. İkinci bir məsələ, bəlkə də bunu yazan qardaş İngilis kraliyyət ailəsi zadəganlarındandır və ömür boyu Rolls-Royce sürüb. Mənim xəbərim yoxdur. Əgər elədirsə, onun haqqında danışmıram. Mən Azərbaycan xalqı üçün danışıram və məhz o öz əməyi ilə pul qazanan kişilərdən danışıram ki, o kişilər yaxşı maşın sürsün və əməkləri qarşılıqsız qalmasın, pulları itməsin deyə bu Volkswagen-dən danışıram. İstər ehtiyat hissəsi olsun, istər xərci olsun, istər təkrar satışı olsun, bu avtomobil Azərbaycan xalqı üçündür. Xalqın, millətin və yaxşı kişilərin haqqını qorumaq, öz biliyimizi buna paylaşmaq və öz təcrübəmizi paylaşmaq fəhləlikdirsə, fəhlə təfəkkürüdürsə, eyvallah, türklər deməli. Denən qardaş, denən ki, fəhlə təfəkkürüsən. Amma istər ehtiyat hissəsi olsun, istər uzun ömürlü olsun, istər yoldakı zövqlülük olsun, istər büdcəni qorumaq olsun, bundan o tərəfə maşın yoxdur. Bunu sizə, sizin dediyinizdə fəhlə təfəkkürlü insan deyir. Sağ olun.